Deməli, selc ya selyotka, Azərbaycanca bilmirəm necədir, selc ya da selyotka, Ruskaya morya. Onu belə doğrayıram kub şəklində. Həmişə də üstünə soğan edirəm və 1 saat saxlayıram marinad kimi. Amma bunda var idi, bankada almışam. Kartof bişiririk, kök, çoğundur, uca təmizləmişəm. Şubaya həmişə mən yumurta qatıram, mütlə. Amma cəmaət var, adam var ki, qatmır. Mən həmişə birinci soy kartofu edirəm, sonra uca balığı üstünə. Sonra nazik soy mayonez eləyirik. Sonra belə bir sloy kök gedir və üstünə yenə